Bugün biz fotosintez mövzusu ilə əlaqəli DİM 2-ci hissə testində olan bəzi testlərin həllinə baxırıq. Birinci sualımız. Fotosintezin əsas məhsulu əsas son məhsuludur. Bildiyimiz kimi fotosintezin son məhsulu qlukozadır. Yəni burada oksigeni görərsiniz və oksigen götürməyin. Niyə? Çünki fotosintez bitkidə ona görə gedir ki, o özünə qida hazırlasın, glukoza hazırlasın. Oksigen isə dərsdə qeyd etdiyimiz kimi əlavə məhsul kimi ayrılır. Ona görə fotosintezin əsas məhsulu qlukozadır. Fotosintezin işıq fazasında əmələ gələn maddələr, işıq fazasını yadımıza salsaq, orada nə əmələ gəlirdi? ATF yaranırdı, sonra hidrogen atomu yaranırdı və oksigen yaranırdı. ATF üzü maddə kimi, oksigen aralıq məhsul kimi, hidrogen atomu isə daxildə yaranıb tilakoidin daxili membranın xaricinə çıxırdı. Sonra fotosintezlə bağlı 18-ci suala baxsaq. Deyir ki, yarpaqların ümumi səthi 7 metr kvadrat olan verilənləri yazaq. S bərabərdir 7 metrin kvadratına. Bitki işıqlı günün 13 saatında T bərabərdir 13 saat. Neçə qram üzü maddə sintez edər? N bərabərdir suala. Biz bildiyimiz kimi fotosintezin məhsuldarlıq düsturu N bərabərdir ST düsturudur və verilənləri yerinə qoyub yazsaq 7 vurulsun 13 bərabərdir 91 qram. Deməli, sahə bu qədər olanda bu zaman müddətində 91 qram üzü maddə yaranır. Bəs burada yaranan üzü maddənin adı nədir? Glukozadır. Çünki fotosintez zamanı glukoza yaranmış olur. Burada metr kvadratı santimetrə çevirim, saatı saniyə çevirmə ehtiyac yoxdur. Növbəti sualımız fotosintezlə bağlı yenə də eyni tipdə sualdır. Fotosintez zamanı 24-cü sualda deyir ki, bu səfər neçə kvadrat metr sahə? Sahəni soruşur, sahə sualıdır. T bərabərdir 15 saat. Verilənləri yazıram. N bərabərdir 300 qram. N bərabərdir ST düsturundan S-i tapanda S bərabərdir N bölünsün T-yə. O da bərabərdir 300 bölünsün 15-ə. O da bərabərdir 20 metrin kvadratına. Deməli, bizim sahəmiz nə qədər olmalıdır? 20 metrin kvadratı olmalıdır. Digər bir sual. Burada deyir ki, bitkilərdə 29-cu sualda, bitkilərdə fotosintez nəticəsində əmələ gəlmir. Baxsaq, burada görərik ki, məsəl üçün A variantında karbon qazı əmələ gəlmir, amma glukoza əmələ gəlir. Yəni, biri plus, biri minus. Daha doğrusu, biri plus, bu minus. Glukoza əmələ gəlir, oksigen əmələ gəlir. Burada oksigen əmələ gəlir, amma karbon əmələ gəlmir. Yəni, bizə hər iki tərəfi əmələ gəlməyən maddə olmalıdır ki, bu da D variantında özünü göstərmiş olur. Sonra növbəti məsələ həllərindən davam eləsək, məsələn, 53-cü sualda. 53-cü sualda bizə deyir ki, zamanımızı verib T bərabərdir 3,5 saat. S bərabərdir 1 metrin kvadratı və fotosintezin məhsuldarlığını istəyir bizdən. Yenə də N bərabərdir ST düsturuna müraciət edirik. 3,5-i 1-ə vuranda eləyir 3,5 qram fotosintezin məhsuldarlığı olmuş olur. Növbəti fotosintezlə bağlı məsələdə 64-cü məsələyə baxaq. 64-cü məsələdə bizə deyir ki, fotosintez zamanı 66 qram karbon qazı udulmuşsa, neçə litr oksigen ayrılmış olur? Burada biz deməli fotosintezin reaksiyasını yazırıq. 6 molekul karbon qazı 64 yazım bura. 6 molekul karbon qazı üstə gələ 6 molekul su əmələ gəlir C6H12O6 plus 6 molekul oksigen qazı. İndi isə buradan 66 qram karbon qazı yazıram. 66 qram karbon. Ardı kimyəvi məsələ kimi gedir. Kimyada necə həll edirik? Üstlərinə rəqəmlərini yazıb həll edirik. Eynən oradakı kimidir. 66 qram karbon qazı neçə litr oksigen olur? Bildiyimiz kimi 6 vurulsun 22,4 litr. 6 vurulsun 22,4 litr. Karbon qazının kütləsi 6 vurulsun 264-dür. Birbaşa yazaq 264 qramdır. Və oksigenin əmələ gələn litrlə həcmi isə X-dir. 66-nı 6 vurulsun 22,4-ə vurub 264-ə bölürük. X da buradan bərabərdir. 33,6 litr oksigen alınmış olur. Eynən
65-ci sual da elədir. Yəni burada 32 litr karbon qazının üstünə 32 litr yazırıq. Neçə litr? Yəni eyni məsələni sadəcə litrlərlə həll etməyə çalışaq. 32 litr 6 vurulsun 22.4 litr. Yəni burada 6 vurulsun 22.4, 6 vurulsun 22.4. Dəyişən heç bir rəqəm olmadığına görə x buradan neçəyə bərabər olmuş olur? X buradan 32 litrə bərabər olmuş olur. Növbəti məsələ həlli fotosintezlə bağlı növbəti bir məsələ həllimiz bizim 72-ci məsələ. 72-ci məsələdə bizə deyir ki, fotosintezin qaranlıq fazasında 2 molekula qlükozanın sintezi üçün neçə hidrogen atomu lazımdır? Biz fotosintezi prosesini yadımıza salsaq, deyirdik ki, yenə də tilakoid membranından ATF sintetaza kanalından 24 dənə hidrogen protonu keçəndə nə qədər qlükoza yaranmış olurdu? Neçə molekul qlükoza yaranırdı? 1 molekul qlükoza yaranırdı. Yəni 1 molekul HCl, H12O6 yaranırdı. Bəs deyirdi ki, bizə 2 molekula qlükozanın sintezi üçün neçə hidrogen atomu lazımdır? Onda tənasüb qururuq. 1 molekul 24 hidrogen kanaldan keçəndə yaranırdısa, 1 molekul qlükoza yazın bir dəqiqə. 1 molekul BC6, H12O6, 1 molekul. Aha, bəs yaxşı, proton kanalından 2 molekula qlükozanın sintezi üçün nə qədər keçməli idi hidrogen? Bu da edir 48 molekul hidrogen atomu keçməyi lazım idi. Növbəti fotosintezlə bağlı sualımız 77-ci sualdır ki, bunu da yenə fotosintezin reaksiyasına gətiririk. Sadəcə olaraq burada bizə neçə qram karbohidrat sintez olunar deyər. Yenə də reaksiyanı olduğu kimi yazırıq. Yenə də karbon qazının aşağı hissəsinə 6 vurulsun 22.4, yuxarısına 672 litr. Neçə qram karbohidrat? Qlükozanın kütləsi 180 qramdır. Bura isə nə? 64-cü yox, bu 77-ci sualdır. 77-ci sualdır. Aha, x-imiz isə buradan bərabər olur. X-i vurub tapsaq, x bərabərdir 900 qrama bərabər olmuş olur. Növbəti fotosintezlə bağlı biraz həm düstur, həm də reaksiya tələb edən məsələlərin həllinə baxsaq, növbəti sualımız 129-cu sualdır ki, verilənləri yazaq yenə də 129-cu sualda. 2 dəqiqə ərzində zamanımız bərabərdir 2 dəqiqə. 268,8 litr oksigen əmələ gətirən bitkinin yarpaq sahəsi nəyə bərabər olmalıdır? Bəzi məsələlər var ki, fotosintezdə orada təkcə düsturla həll kifayət eləmir. Ona görə də biz tənlikdə yazmaq lazımdır. 6 molekul karbon qazı üstəgələ 6 molekul su əmələ gəlir C6, H12O6, yəni qlükoza plus 6 molekul oksigen. Bizə qeyd edir ki, 268,8 litr oksigen əmələ gətirən bitki yarpaq sahəsi. 268,8 litr oksigen yuxarısına yazırıq. Aşağısında isə 6 vurulsun 22.4 litr. Bizə buradan həmin düsturdan sahəni tapmaqdan ötürü M bərabərdir ST düsturundan biz M-i tapıb sonra S-i tapmaq lazımdır. M isə nəyin kütləsidir? Yenə də qeyd edirəm ki, düsturdakı M qlükozanın kütləsidir. Qlükozanın kütləsi 180 qrama bərabərdir. Burada x qoyanda x buradan hesablayırıq ki, 360 qram qlükoza sintez olunubdur. Yəni 268,8 litr oksigen havaya əlavə buraxılanda 360 qram qlükoza sintez olunubmuş. M-i də tapdıq ki, 360 qramdır. T-mizi də saata çevirək. Sadə dedim, saniyə çevirməyə ehtiyac yoxdur, amma dəqiqəni mütləq ki, saata çevirmək lazımdır. 2 dəqiqə də 30'da 1 saat edir. Və düsturumuzdan S-i tapsaq, S bərabərdir 360 bölünsün 30'da 1'ə, o da bərabərdir 360'ı 30'a vururuq 10.800 metrin kvadratına, yəni A bəndinə. Növbəti sual 132-ci sualdır. Bizə deyir ki, 131'ə baxaq, sonra 132'nə baxaq. 131-ci sualda deyir ki,
10 qram karbohidrat sintez etmək üçün. Yəni M bərabərdir 10 qram. Yarpaq səthinə nə qədər günəş enerjisi düşməlidir? Buradakı M, yenə də qeyd edək ki, qlükozanın, yəni karbohidratın kütləsidir. Əgər 1 qram karbohidrat 17,6 kilojol enerji verirsə, bəs 10 qram karbohidrat nə qədər enerji verər? 176 kilojol enerji verər. Deməli, yarpaq səthində, yarpağın içərisində əmələ gələn 10 qram karbohidratın verdiyi enerji 176 kilojoldur. Bəs bizdən soruşur ki, yarpağın üzərinə nə qədər günəş enerjisi düşüb? Və biz dərsimizdə qeyd etmişdik ki, yarpağın üzərinə nə qədər günəş enerjisi düşsün, yarpaq onun 1%-dən istifadə eləyir. Yəni 176 kilojol 1% günəş enerjisidirsə, bəs 100% günəş enerjimiz X. X də bərabərdir 117.600 kilojol. Yəni, deməli, yarpağın üzərinə 17.600 kilojol günəş enerjisi düşübdür ki, yarpaq onun 1%-dən istifadə edib 176 kilojol enerjili üzüm maddə karbohidrat sintez edib. 132 də onun kimidir ki, bu səfər 5 kvadrat metr yarpaq sahəsinə 1 saat ərzində nə qədər günəş enerjisi düşər? 1 saat, T'miz 1 saat. T bərabərdir 1 saat. S bərabərdir 5 metrin kvadratına. M bərabərdir ST düsturundan 5 qram. İndi 5-i vurur 17,6-ya. 5 vurulsun 17,6, o bərabərdir 88 kilojol. Deməli, karbohidratın verəcəyi enerji 88 kilojoldur. Yenə də 1%-ni tapsaq, yəni 100% enerji nə qədərdir? 100-ə vursaq eləyir 8800 kilojol enerji edir. Deməli, B variantı. Sonuncu məsələmiz 201-ci məsələ. 201-də bizə deyir ki, yarpaqların ümumi sahəsi 3 metr kvadrat olan S bərabərdir 3 metr kvadrat olan bitkinin gün ərzində fotosintez prosesində udduğu karbon qazının və buraxdığı oksigenin kütlələrinin zamandan asılılıq qrafiki verilmişdir və X 14,4 qramdır. Yəni, bizim burada verilmişdi ki, udduğu karbon qazının oksigenlə arasındakı fərq 14,4 qramdır. Yəni, bu X burada 14,4 qramdır. Günün uzunluğunu, yəni bizə T bərabərdir, sual verir. Günün uzunluğunu tapaq. Yenə də qeyd edeyim ki, bu həmin məsələlərdəndir ki, təkcə düsturu bilmək kifayət etmir. Yəni bizə burada həm də tənlik ehtiyacımız var, tənlik yazmaya ehtiyacımız var. Yenə də tənliyi yazırıq C6H12O6 plus 6 molekul oksigen. Aha, bizə verilənləri qeyd etmişik. Bir də burada bizim əlavə bir rəqəm verilibdir. X bərabərdir 14,4 qram. Yəni 14,4, 14,4 qram nədir? Karbon qazı ilə oksigenin arasındakı, yəni fərqdir. Ona görə də biz verilənləri reaksiyada verilənlərin aşağısına, yuxarısına qeyd edirik. 6 vurulsun 44 karbonun kütləsi. 6 vurulsun oksigenin də kütləsi 32. 6 vurulsun 44, birbaşa yazaq 264. 6 vurulsun 32 də birbaşa yazaq 192. İndi 264-dən 192 çıxanda bunlar arasındakı fərq 72 eləyir. Deməli, 264-dən 192 arasındakı fərq 72 edir. Əgər 72 fərqlə 180 qram glukoza yaranırsa, yəni ki, bu tənliyə, bu reaksiya əsasən udulan karbon qazı ilə buraxılan oksigen qazının kütlələri arasındakı fərq 72-dir. Həmin fərq 72 olanda əmələ gələn glukoza 180 qramdırsa, bəs bu fərq 14,4 qram olsaydı, neçə qram glukoza olmuş olardı? 14,4-ü vururuq 180-ə, bölürük 72-yə və cavabımız X bərabərdir 36 edir. Deməli, bizim əmələ gələn glukozamız, yəni M-imiz nəyə bərabərdir? 36 qrama bərabərdir. İndi tənliyə qayıtsaq, bizi T-ni soruşurdu. M bərabərdir ST düsturundan. T-ni tapmaq üçün M-i, yəni 36-nı nəyə bölməliyik? 3-ə bölməliyik ki, 36-nı da 3-ə böləndə eləyir 12 saat.
Növbəti sual 79-cu sualda bizə deyir ki, yayda bir həftə ərzində, yəni bir həftədə 1 metr kvadrat sahəsi S bərabərdir 1 metrin kvadratına. Yarpaq sahəsində fotosintez prosesində M bərabərdir 98 qram üzüm maddə əmələ gəlmişdir. Günün orta uzunluğunu tapaq. Yenə də M bərabərdir ST düsturundan T-ni tapsaq, T bərabərdir M bölünsün S-ə, yəni T bərabərdir 98 saat edir. Yəni bu 98 saat bir həftə ərzində 98 qram, yəni 1 kvadrat metr yarpaq sahəsində 98 qram üzüm maddə yaranıbdır. Bizdən günün orta uzunluğunu soruşursa, yəni bu proses əgər bir həftə ərzində baş veribdirsə, bir həftə ərzində baş veribdirsə, bir həftə ərzində baş veribdirsə, onda biz 98-i bölməliyik 7-yə. Çünki bir həftə 7 gün, 7 sutka deməkdir də, yəni bir həftə 7 gündür. 98-i 7-yə bölürük və təxminən tapırıq ki, 14 saat günün işıqlı vaxtı olubdur ki, fotosintez prosesi işıqlı vaxtda gedib. Yəni 14 saat işıqlı vaxt müddətində gedib.